Salam, hər vaxtınız xeyir olsun. Baxın, belə bir məzmeyimiz var. Hamısı 50 sm olar. Ağır, çox ağırdır bu. Arkadaşlar, hazır da qalaydı. Bir dənə zavodskoy, zavodun burada qalaydı. Biraz burada arxa tərəfdə dişli onu düzəldəcəm. Bax, belə bir dərinliyi görürsünüz də yəqin ki. Məzmeyimiz var. İkinci məzmeyi, bax budur. İşte vəziyyət. Yəni də belə məzmeyimiz ağır, çox ağır məzmeylərimiz var. Biz bunlara məzmeyi deyirik. Zavodskoy. Zavodskoy. İnşallah ki, bax bunlarla maraqlansanız, inşallah ki, əlaqə saxlayın, ətraflı qiymətləri deyil. Qiymətləri deyim də belə daha doğrusu. Bax, bu böyük məzmeyi 150 manatdır. Bu zavodskoy olan, görürsünüz, dərindir. Qalay zavodun vurduğu qalaydır. Bax bu 80 manatdır. 60 manatdır, 40 manatdır. Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilər. Baxın, sizə belə bir 40 litrli samovar təqdim edirəm. Köhnədən qalan, az işləmiş, təzə vəziyyətdə. 1978-ci ilin, baxın, 1978-ci ilin samovarı az işləmiş. Birinci arxa tərəfini göstərir, sonra içərisini göstərəcək. Samovarın gözəlliyinə baxın. Müəyyən belə düzlük kimi şeylər olacaq. Bu köhnə samovardır, qalmış samovardır. Kül qapısına kimi var. Baxın. Görürsünüz, kül qapısına kimi var. Samovarın qabaq tərəfə götürürəm. Super vəziyyətdədir. Az işlənmiş, təzə. Demək ki, samovar 40 litrlidir. %1-dən olan samovardır. Dəmkeş baxan üstündə. Az işlənmiş, dəmkeş görürsən çıxmır. Dəmkeşi təzə. Bir də ki, içərisinə baxın. İçərisinə zəhmətimiz baxın. Ağappaq, süt kimi. Payka vurulmayıb. Baxın, görün. Heç bir yerinə payka vurulmayıb. Yüzdə olan bir dənə belə samovar sizlərə təqdim edirəm. Baxın. 40 litrli, üstü özü görməyən samovar istəyən kül qapısına kimi üstündə bizə müraciət edə bilər. Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilər. Sizlərə belə bir samovar təqdim edirəm. 2,7 litr su tutumlu olan, ilk növbədə izah edeyim. Elektrikdən, Rusundur, Sovetin samovardır. Elektrikdən kömürə düzəlmə. İçərisini də göstərək. Bax, bu samovardan mən istifadə eləmişəm. Balkonda özüm. Mənim bu səhifəmdə də var. İstifadə eləmişəm. Bir dənə onu yan tərəfini göstərək. İstifadə eləmişəm. 15 dəqiqə qaynatmışam. Yəni bu samovarı zəmanət də verirəm. Rahat işlədim. Qıraqlarda açıq olan. Aparın işlədim. Çünki qiymətinə görə çox sərfəli. Qiymətli. Videonu tam izləyin. Dəst bir yerdə dəsti. Baxın. Dəst bir yerdə 75 manat. Yəni bu samovardan mən istifadə eləmişəm, bilirəm 15 dəqiqə, 20 dəqiqə rahat qaynadır. 15 dəqiqə qaynatmaq olur. İndi bəzi adam qaynada bilmirsə 20 dəqiqə qaynada bilər. Rahat işlətmək olar, keyfiyyətinə də zəmanət verirəm. Heç bir yerində də axıntı zad olmur. Maşında gəzdirmək üçün, balkonda işlətmək üçün əlverişli samovardır. Qiyməti də 75 manat. Salam aleykum, hər vaxtınız xeyir olsun. Sizlərə 7 litr su tutumlu Tula Patron Zavod samovar təqdim edirəm. Qalın, çox ağır. Krantına da baxın. Çox super vəziyyətdə. Belə bir samovar təqdim edirəm. Samovarın bədəni sağlam vəziyyətdədir. Müəyyən yer, qədim samovardır, payka yerlər də var. O heç onu qoydu qırağa. Dilim-dilim işləyir. Bax, görürsünüz, burası dilim-dilim işləmədi. Samovar 7 litrli su tutumlu olan. Samovarın tək özünün qiyməti 350 manatdır. Yanına padnos da qoymuşuq. Cam da qoymuşuq. Bu camı həm istəsiz bu qaba damcı üçün, həm də bunu qənd qabı kimi bax belə istifadə eləməyə. Dəm çanik latundan. Belə bir turba, çox ağır turbadır. Maşa və padnos. Samovarı indi qiyməti 350 manatdır. Turbanı 60 manata satırıq. Samovar alanı 50 manat. 400 manat. 450. Bu da 40. 450. 510. 530 manat edir bu samovar. 530 manat edir. İnşallah aşağı ki yeri verə bilərik. Aşağı qiyməti də verə bilərik. Bax, bu samovara görə həqiqətən əlaqə saxlamağa dəyər. Oradan dəstini yazın, oxut bayram qoparda saxlayacaq. Şirin paxalar dostum. Nə yapırsan onunla? Arvadda mən nəfər yol edilsin. Özümkünə mən yol edirəm. Bəs subaya. Deyir subay sən kimsən istəmirəm. Deyir istəmirəm, amma çəkirlər.
Çayı arpa dolası çarladı başa. O da şükür Allah'a 20 bin arpa mənə başa şu anda. Sarı ne yeni kıymetli yoksa? Hamısı yeni, 60 manat, 6 nə? 6 lira olan. Grafın hanı nə video var? Grafin İran'ı istiyorsan da 200 Türk'e gel. Bunlar yeni. Evet dostum. Dersen yukarı kadar. Bunlar ne soru? 30 manat. Abi Bu nedir? Hədiyyəli kartları 40 manat. Depoda gül fərqləri. Hemen 30 manatlığı yazı kalkıyor. Hər bir hədiyyəli kartları. Budur. 10 manatlığı. Bunun gül fərqləri var. 3 model. Bax bu modeldə istəyirəm. Bildim. Onun başqa modeli də var. Verəcəm sənə. İran. Başqa cür. Bəli. Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilər. Sizlərə bax belə bir setka qup, özü setka qupun qalınlığını göstərir. Bax bunların qupları nazik olur. Yəni bu qupun bax qalınlığını göstər. Bax burada. Bax görürsüz üst tərəfdən bax o qalındır. Bax bu qalın setka qup modeli təqdim edirəm. Qədim samovardır. Baxın burada Bataşov. Bataşov əlbəttə bilinir ki, bir əsrin samovarıdır. İli ancaq mən görmürəm. 1850 bax tapdım. Gözümüz aynı. 1850-ci ilə aid olan Bataşov samovar. Bax burada da yazısı var. Burada da bilmirəm nə yazıdır bu. Buraya yaxınlaşıb görək nədir o. Tam ətraflı izah edirəm ki nə yazılır biz oxuyanmadı. Nəysə. Bədəni super vəziyyətdədir. Bax korpusu super vəziyyətdədir. Korpusunda yırtıq yox, çat yox, heç bir şey yoxdur. Baxın, üzərində belə bir dekor da çəkilib ki, üzərində çəkmədir. Özü cızmadır. Bax, dərindən bu üzərində dekor çəkilib. Krantı da görürsünüz burada maraqlı bir model kimidir. Samovarı sadəcə olanları izah edirəm, yəni tərifləməklə deyil. Bədənində görürsünüz ki, batığı zadı yoxdur. Batıq bir dənəcə burada bir nöqtə kimi var. Heç yəni yırtığı yoxdur. Bu qədimi 1850-ci ilin samovarı əlbəttə ki, neçə il elədi şey. Hesablayırdı. 150-dən çox, 170 ilin samovarı. Necə olacaq? Super vəziyyətdə qalıb. Yanına bax belə bir padnos qoymuşam. Bir dənə də Hind çaniki. Üstündə qəşəng oturur deyə bu samovara bu çaniç yaraşır. Ağır Hind çaniki yaraşır. Bu çaniç də 1 litrli. Dəmkeşin ağırlığı da gözəldir. Su tutumu 7 litr yarıma yaxın su tutumu var. Dəst formada da verilir, tək formada verilir. İnşallah ki bizimlə əlaqə saxlayın. Kimin sualları olsa mesaj bölməsində qiymətlər ətraflı çatdırılacaq. Təşəkkür edirəm. Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilər. Bax, bunu mən əvvəllər də təqdim eləmişdim. Yenidən təkrarən satılıb yenə də əlimizdə biri var. Bunu təqdim eləyirəm. Silə qalaylı. Çox gözəl samovardır həqiqətən. Bunu alan heç vaxt peşman oldu. Turba da bax belə qəşəng oturur. Maraqlı modeldir. Sallama qupdur. Modeli qeyri-adi formadır. Çamadan biz buna samovar deyirik. İndi hərə bir formada bir ad deyir. Biz buna çamadan samovar deyirik. Məsləhətli, keyfiyyətli, görkəmli samovardır. İnşallah ki, su tutumu da 6 litr yarımdan çoxdur. Bax, bu samovar haqqında məlumat ala bilərsiniz bizdən. Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilər. Sizlərə belə bir samovar təqdim edirəm. Bratya Çatorba. Çox maraqlı, görkəmli, səviyyəli samovar həqiqətən. Su tutumu 7 litr yarım. Öz çəkisi də 7 kilo yarıma yaxındır. Kiloqramı. Şöyle belə içərisini göstərim. Sonra içərisini görürsünüz. Uncuq kimi samovardır. Həqiqətən. Çox gözəl samovardır. Sağlam vəziyyətdədir. Yəni tör-töküntü samovar deyil. Bədəni zadı superdir. İşləmələri də basetka qop. İşləmələri də qəşəngdir. Ayağı bəzəkli, ayaqdandır. Maraqlı samovar. Biz onu bu samovarı biz dəst formada düzəltmişik, dəstləşdirmişik. İndi müştərilər istəsə ayrı-ayrı da vermək olar. Belə bir Hind çaniki yanına qoymuşam. Antikvar Hind çaniki yanına qoymuşam. Altında padnos, latundan olan maşa və latundan olan turba.
İstəsəniz samovarı tək də ala bilərsiniz, istəsəniz dəst formada da bu samovarı biz sizlərə təqdim edə bilərik. Samovar qeyri-adi samovardır. Maraqlı samovardır, görkəmli və keyfiyyətli samovardır. Bədənində cızığı, batırıqları elə də yoxdur. Yoxdur demək olar ki. İnşallah ki, yaxşı samovardır. Əlaqə saxlayın, ətraflı məlumat verək sizə. Hər birinizi salamlayıram, əziz müştərilər. Baxın, Bataşov samovar qədimi 40 litrlik. 40 oxşadıram, ola bilər 38 zad olsun. 40 oxşadıram. 40'dır, yəni ehtimal ki 40'dır. Balaca deyil. Baxın, gözəl döyüntülü vəziyyətdə, ayağı da ki bu göğsündən boyladır. Ayağı da həm də dabanlı, əlavə dabanlı. Ayağında da Bataşov yazıları var. Silinib qədim samovardır. Və göğsündən boylayan lüləyi var. İnşallah ki samovara pul verməyə dəyər. Həqiqətən dəyər bu samovara pul verməyə. Çox gözəl samovardır. İçərisini bir dənə göstərim. Qapağın ağır ona baxın. İçərisi də qəşəng vəziyyətdədir. Zəmanət verir. Köhnə samovardır əlbəttə ki, payka yerləri olacaq. Yəni dibinə vurulur, qorxuna vurulur. Ayrı vurulmuşu. Samovar dörü əladır. Buna uyğun bir dənə də latun turbo düzəltdirmə olsa əla olur. Görkəmli samovardır. Qiymət də inşallah mesaj bölməsində bildirəcəyik. Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilər. Sizlərə baxın, belə bir usta üzü görməyən, içərisini iç növbədə göstərim. Bax, usta üzü görməyən paykasız samovar təqdim edirəm. Heç bir yerinə payka vurulmayıb. 7 litr su tutumlu armudu samovar. 7 litr su tutarım ki, boğazda hər şey üstündə. 7 litr su tutumlu armudu samovar. Yanında köhnə padnoslardan özü qəşəng vəziyyətdə. Bunu göstərim. Tulla ştamplı, bəzək də cızıq deyirik biz buna. Belə bir samovar təqdim edirəm. Samovarın su tutumu 7 litr, altı açıq, tez qaynayan samovar. Armudu model, özü də ayağı da böyükdən. Ayağı böyük olanın turbalarında bilirsiniz də biraz qalın olur, möhkəm olur, tez qaynayan olur. Yanında nikeli turba qoymuşuq. Bunu dəst formada İnşallah ki sizlərə təqdim edirik. Tək də verilir, dəst də verilir. Bax, bu samovar paykasız samovar 7 litr az işlənmiş. Yəni işlənib əlbəttə ki. Amma az işlənmişdir. İnşallah ki əlaqə saxlaya bilərsiniz. Salam, hər vaxtınız xeyir olsun. Baxın, belə bir 40 litrlərimiz var. Bir nə rəng olsun. İçərisi super vəziyyətdədir. İşlənmişdir əlbəttə ki. Hər bir yeri sağlam vəziyyətdə, bədəni də super. Buradan bunu da göstərəm. İçərisi də daha. Ləylər də qəşəng qoysun. Tulla ştamplı və 1978 SSR. Arxasını da çəkə bilsin. Əla vəziyyətdədir. Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilər. Baxın, sizə belə bir samovar təqdim edirəm. Bataşovdur. Qədimidir, Bataşovdur. Köhnə samovardır. Dəmkeşi superdir, ağırdır. Dəmkeşi ağırına baxın. Bu harısı 6 litr yarıma yaxın su tutumu olandır. İşlək vəziyyətdədir, köhnə samovardır. İşlək vəziyyətdədir əlbəttə ki, qədimi samovardır. Baxın, bura nə yazılıb? Rəhimə baxa. Oqanezov. Bakacın Oqanezov. Bataşov samovar. Dəst vəziyyətdə satılır. Yəni tək də satılır. Müştəri nə cür istəsə elə satılır. Baxın, belə bir gözəlliyi var bizdə. İnşallah ki, bu dəsti əldə etmək üçün bizə müraciət edin. Qəşəng ağır samovardır. İnşallah ki, baxa bilərsiniz. Bax, qırçınlı samovar, saçaqlı bir samovar deyirik. Dəst formada ucuz qiymətə verərik.
Salam, hər vaxtınız xeyir olsun. Əziz müştərilər, baxın sizə biz buna balqaba forması deyirik. Belə yemşanı formalı samovar təqdim edirəm. Setka kup modeli, üzərindəki işləmələr də qəşəng. Çox suf modelli samovardır. Həqiqətən maraqlı modeldir. Görkəmli samovardır. Samovarı biz özümüz dəstləşdirmişik inşallah ki, padnos, çaynik, turba, maşaya kimi, makkaşa kimi latundandır. Bax, gözəl samovardır. Turbanın özü də böyükdəndir. İşləmə. İçərisini də göstərək, içərisinə baxın. İçərisini qaləlatdırmışam. Əla vəziyyətdə olan samovar sizlərə təqdim edirəm. İnşallah ki, bu samovarı əldə etmək olar. Əldə etmək lazımdır. Həqiqətən dəyərli samovardır. İnşallah samovarı görə müraciət bizə edə bilərsiniz. Əlaqə saxlaya bilərsiniz. Təşəkkür edirəm. Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilər. Baxın, sizlərə belə bir samovar təqdim edirəm. 18 litr su tutumlu. Baxın, üzərində peçatları da var. 18 litr su tutumlu, ara bir olan samovardır. Ayağına baxın, bir dənə zəhmət olmasa. Görünən boyda ayağı var. 18 litr qədimi samovardır. Tulaqla, sallama qoy. Əlbəttə ki, işləmiş samovardır. İndi bunu təzəsi olmur, bilinir. Samovar içərisini də göstərim. İçərisinin turbası təzə qalaylatdırmışam. İçərisində qalaya yaxşıdır, səliqəlidir. Zəmanət verilir, özü qalındır. Görürsünüz, qalınlığına baxın. 18 litr su tutumlu, əla vəziyyətdə samovar. İşlər vəziyyətdədir. Maraqlı modeldir. Çox maraqlı modeldir. Özü də qalındır, sinəsində peçədi də var. Bax, belə bir samovar sizlərə təqdim edirəm. İnşallah ki, kimə belə litr qonaqlı adama belə litr samovar lazımdırsa bizə müraciət edə bilər. Baxın, qulaqlara baxın, çox ağır samovardır. Çox ağır samovardır. İnşallah ki, məlumat verəcəyik. Hər birinizi salamlayıram, əziz müştərilər. Bax, sizlərə belə bir setka qup modeli, yəni böyük setka qup modeli, üzərində çox gözəl iş görülmə, dilim. Fabrika samovar model Ruska. Bax, belə bir gözəl samovar təqdim edirəm. İçərisində bir dənə birinci göstərək. İçərisində mən yenidən qalay vurdurmuşam. Bax, görün necə qalay vurdurmuşam. Belə ki, bazarda belə olur. Çox ağır samovardır. Çəkisi 7 kiloqram yarımdır samovarın. Su tutumu da 6,7, 6,5, 6,7 arası. Latun turba yanına qoymuşam. Padnos, dəm çaynik, üstünə qoy bir dənə rəhim və maşa latundan. Hər bir şey latundandır. Bax, əziz müştərilər, hər bir şey latundandır. Sadə bir şey burada yox. Samovar əsil, nə bilim, dəyərli samovardır həqiqətən. Samovara söz ola bilməz. Qiyməti də mesaj bölməsində göndərəcəyik. Salam, əziz müştərilər. Sizlərə baxın, belə bir samovara təqdim edirəm. Su tutumu az olandır. Bir yerə gedəndə, yəni 2 nəfərli, 3 nəfərli üçün istifadə etmək çox əlverişlidir. Bax, bu 800 qramdır. 800 qramlıq samovardır. Qiyməti də ucuzdur. 50 manat. Baxın, turbası bir də kim keçib. 50 manata. Belə model də var. 50 manata. Bir də baxın. Belə bir o 800 qramda bu 1 litr 200. Bax, bu samovar da 55 manat endirimlə. 55 manat ver, götür apar. Bax, belə vəziyyətdə olan samovar var. Bax, bu modeli var. 1,2 litri 55 manat. 2-3 nəfəri samovardır. Bu da superdir. Bunu da 55'e verir. Bu biraz çok kalındı. Bundan bir dənə qalır. Bundan yoxdur. Bundan bir ədəddir. 1,2 litr. Apar 2-3 səfərdə rahat bir yeri gələndə at maşına istifadə etməsə yüngülvarı samovar. Çox gözəl samovarlar da həqiqətən. Zəmanət də verir. 2 şəbəkəli tez qaynayandır. Rahat samovar da. Bir yerə gələndə ya balkonda yüngülvarı 2 nəfəri istifadə etmək üçün qaynat qoy masaya. Ləzzət edir həqiqətən. Qiymətlər də ucuz. 55 manata. İnşallah ki tələsin. Saylarımız məhduddur. Bax, bu
endirimlərdən yararlanın. Bax, bu endirimlərdən yararlanır. 50 manata, 55 manata. Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilər. Sizlərə boçka samovar təqdim edirəm. 1,4-5 litri su tutumu olan boçka samovar çox maraqlı modeldir. 4-5 nəfəri, belə deyək, 4-5 nəfəri rahat bir yerdə istifadə eləmək üçün, at maşını rahat bir yerdə istifadə eləmək üçün. Bax, gözəl samovardır. Maraqlı altına padnos da qoymuşam, avallı padnos. Samovar özü latundur. Padnos da dəmir deyil, o da latundur. Baxın, çox gözəl samovardır həqiqətən. Cəlb edici samovardır. Litri də ki, 4-5 nəfərə, 4 nəfərə rahat işlətmək üçün belə bir maraqlı samovar sizlərə təqdim edirəm. Samovarı padnosla bir yerdə son qiyməti 140 manatdır. Bax, bu samovarı əldə edin, rahat işlədin. İnşallah ki, peşman olmazsınız. Bax, bu samovarı alana, özü bu padnosla. Çox gözəldir, peşman olmazsınız. İnşallah ki, kim aldı? Bir ədəd varımdır. Kim alsa, Allah xeyrin versin. Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilər. Baxın, belə bir samovar sizlərə təqdim edirəm. Rəym, bunu indi. Gözəl şəkildə təqdim edir. Baxın, çox gözəl formada samovardır. Kubok samovar. Belə bir cam qoymuşuq, qənd qabı kimi də, konfet qabı kimi istifadə eləyirsiniz. İlk növbədə birinci rəym padnosu biz təqdim edirəm müştərilərimizə. Belə bir Türkiyənin padnosumuz var. Üzərində işləmələr. Üzərində işləmələr, qəşəng padnosdur. Bu padnosun tək özünün qiyməti 30 manatdır. İndi qoyuram. Samovarımız da ki, çox gözəl formada kubok samovar. Yəni bu formada ki, buna nə forma adlanır? Armud formada samovardır. Kubok tutacaqlı. İçərisini deyən göstərək. Arada müştərilərimizin qiymətləri deyəndə narazılıq edirlər. Bax, bunun qiymətini tam axırda izah eləyəcəm. Axıra kimi videomuzu izləyin ki, axırda izah eləyəcəm. Bax, belə bir padnos. Yanına dəm çaynik. Bir dənə də cam. Ya qabağında damcılar üçün, ya da ki, konfet kimi də istifadə eləmək olar. Bax, belə bir dəst paylaşmışıq. Bunun yanına bir dənə də maşa gətir, zəhmət olmasa. Bax, bu samovar. Görün, nə gözəl samovardır. Çox ağır samovardır. Üzərində də bax, bunlar da işləmədir. Sifarişlə zakaz olunan mallardan da biridir. Sifarişlə düzələn maldır. Baxın, gözəl bir dəst alındırmış. İndi bir dənə maşanı da gətirsin. Rəhim müəllim. Maşa. Bax, görürsünüz, belə bir maşamız da var. Bax, bu samovarı dəst formada almaq üçün ilk növbədə. Samovar 250 manatdır. Çox ağır, içi də təzədən qalaylanmış, əl gəzdirilmiş samovardır. Yəni, içərisini mis qazanlar kimi qalaylamışam. Dəm çaynik 40 manatdır. Cam 20 manatdır. Padnos 30 manatdır. Maşanın da pulunu hesablamıram. Bax, bu samovarın dəsti alınır 340 manat. Əziz müştərilərimiz, belə bir gözəlliyi evinizdə görmək istəyirsinizsə, bax, bu gözəlliyi evdə görmək istəyirsinizsə, 340 manat verib əldə edə bilərsiniz. İnşallah ki, bizlə əlaqə saxlasanız, bizə müraciət etsəniz və dükanımıza gəlsəniz, bunun qiymətini endirimlə sizlərə təqdim edəcəyəm. Hər birinizə təşəkkürlər. Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilər. Sizlərə bax, belə bir 8 litr su tutumu olan Varansov samovar təqdim edirəm. Qiyməti də endirimdə. 8 litr bu vəziyyətdə samovar bu qiymətə yoxdur. İnşallah ki, axırda qiymətləri deyəcəm. Baxın, bax, qapağında görürsünüz. Turiski samovar, qədimi samovardır. Super vəziyyətdədir. 8 litr su tutu olan ağır və keyfiyyətli samovardır. İnşallah ki, məsləhətli və çeşidli samovardır. Keyfiyyətli samovardır, çeşidlidir. Yəni, baxın, gözəl formadadır. Çox super vəziyyətdədir. 8 litr qədimi samovar, yəni 7 deyil, 8 litr qədimi samovar endirimlə 350 manata. Tələsin. Bax, bu samovarı əldə edin. Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilər. Sizlərə 8 litr su tutumu olan, baxın, üzərində peçatlarını göstərim.
1870-ci ilə aid olan samovar təqdim edirəm. Samovarın özəlliklərini göstərəcəm, yəni necə vəziyyətlər göstərəcəm. İlk növbədə birinci içərisini göstərirəm. Samovar çox super vəziyyətlər. İçərisi bax görürsünüz. Ağlığın. İçərisinin qalan görürsünüz necədir. Bunu izah eləməyə dəyməz. Hər şey maşallah olsun görsənir. Bu bir. Samovarı bir zəhmət olsa kənara qoyaq, ətraflı göstərək. Baxın, bax samovarın üzərində peçatlar, sıralama peçatlardır. Samovarın ayağı biraz dabanlı ayaq gibi, biraz o birisi batışıb ayaqların biraz belə forması da var, başqa cür forması da var. Bədəni görürsünüz, güzgü kimi adamın şəkil düşür. Yan tarafını görürük. Bax görürsünüz ki, vəziyyəti necədir. Fırı. Bax, bədəni görürsünüz, muncuq kimidir. Bir dənə cızığı, batığı yoxdur. Qədimi 1870-ci ilə aid olan hesablayın. O 130, indi nəqd edin. Harası 150 ilə aid olan samovar. Padnos, belə bir padnos yanına qoymuşuq. İndi qoy samovarı. 2 tane padnosdur. Yanına dəmçanik, Hindistan dəmçaniki. Onu da üstünə qoy. Bax, bu Hindistan dəmçanikidir. Üstünə qoymuşuq. Yəni belə bahalı samovarlarda adətən biz maşası da var. Biz belə dəstəkləyirik qəşəng ki, səliqəli görsənsin. Sonra bir dənə bu qəndqabı, Hindistan qəndqabını da göstərək müştərilərimizə daha doğrusu. Bax görürsünüz, Hindistan qəndqabısı özü də oymadır, döymə. Bax bunlar işləmədir. Yəni elə belə sadə deyil. Üzərində tovuz quşu zad şəkil, yəni işləmədir. Latundan turba. Bax belə bir şey. Bir də padnos. İndi bunları dəst vəziyyətdə ya da tək vəziyyətdə qiymətlər bir-bir deyirəm, hesablayaq. Samovarın qiyməti, bax bu 1870-ci ilə aid olan, içi qalaylı, super vəziyyətdə olan samovarın bədənində bir dənə batığı yoxdur. Qiyməti 600 manat. Belə samovarları, yəni ən azından bilinir də neçə paylaşırlar. 600 manat. Sonra padnosu 50 manat. Qəndqabı deyirəm, dəmçaniş 60 manat, turba 60 manat, bu böyük turbadır. 50 manatdır, bizdə turba olur, 60 manat, bu diametri böyükdür. Bir də belə bir qəndqabı var, bu da 50 manat. Bax, bu dəst cəmi 820 manat elədir. 820 manata bu dəst alınır. İnşallah əlaqə saxlayın. Əsl işlətmək üçün hədiyyəli, yəni görkəmi superdir. Əlaqə saxlayın, qiymətdə aşağı endirim edəcəyik. Buyurun, çox sağ olun, təşəkkür edirəm.